Onlar ağıllı, cəsarətli və döyüşkəndilər. Ölümdən heç zaman qorxmazdılar. Nəfsinə düşmən, qəlbinə dost adlandırırdılar. Türkün savaş meydanında zəfərləri həmin döyüşçülərin adı ilə bağlı olub. Qoşunun əsas hissəsini də məhz Alpaqutlar təşkil edib. Keçmişdə düşmənlər Alpaqutları canavar dəstəsi adlandırırdılar. Bu da təsadüfi deyildi, çünki onların hücum taktikası məhz canavarın hücum taktikası əsasında uğurlurdu. Hətta düşmənlər bəzi iddialar irəli sürürdülər ki, Alpaqut döyüşçülərinin övladları canavar yavruları ilə birgə oyun oynayırlar. Alpaqutların varlıq-yoxluq qayğıları olmur. Onlar vətən üçün doğulmuşuq, vətən uğrunda ölməliyik ideyaları ilə yaşayırlar. Heç vaxt mübahisə etməz, türk qanı daşıyanlarla döyüşməzlər. Onların yalnız bir düşməni var, Türkün torpağına göz qoyanlar. Tarixən Turan taktikası adı ilə marağa səbəb olan döyüşlərdə də əsas iş Alpaqutlara həvalə edilirmiş. Müasir dövrdə judo, karate, sambo kimi bir çox idman növləri də Alpaqut döyüş sənətinin tərkib hissələrindən götürülüb. Və bugün dünyada türk xalqlarının bu döyüş sənətinin yaşadılması istiqamətində böyük işlər aparılır. Xüsusilə bu işdə Azərbaycanın rolu əvəzsizdir və ölkəmizdə artıq Alpaqut Federasiyası fəaliyyət göstərir. İdmançılara ilk nəinki döyüş sənətini, ümumiyyətlə vətənpərvər olmağa, vətənpərvər öz tarixini belə deyək, öyrədirik ki, onlar milli ruhda böyüsünlər, milli məfkurəyə sahib olsunlar. Və mən elə fikirəm, əsl döyüşçü, əsl vətənpərvər ilk növbədə öz tarixini bilməlidir, öz mədəniyyətini bilməlidir. Hazırda bütün türk xalqları bu döyüş sənətinin yaşadılması üçün Azərbaycanla birgə iş aparır və Alpaqut bütün türk xalqları arasında idman növü kimi təbliğ olunmağa başlayıb. Bu proses Azərbaycan tərəfindən həyata keçirilir. Azərbaycan Türk dünyasının ən aparıcı dövlətlərindən biridir. Bu eyni zamanda gənclərin vətənpərvərlik ruhunda yetişməsinə də müsbət təsir göstərir. Birbaşa vətən sevgisi aşlayan, vətən uğrunda son nəfəsinə dək vuruşmağı tərənnüm edən bu döyüş sənətinə maraq çoxdur. Mən istəyirəm ki, bu idman növünü yaxşı öyrənib və yaxşı da bilim və gələcəkdə düşmənlərim üzərində yaxşı qələbə qazanacağam. Gələcəkdə yaxşı bir idmançı olmaq istəyirəm və vətənimi qorumaq istəyirəm. Bu döyüş sənətinin dünyada tanınması üçün türk dilli dövlətlər birgə fəaliyyət göstərirlər. Hətta Turan taktikası Alpaqut döyüş sənəti haqqında silsilə filmlər yayımlanır. Vüsal Qaraca, Ceyhun Mustafayev, Lider TV.